Məhəmməd Əmin Rəsulzadə. Uzun zaman onun Novxanıda anadan olması haqqında məlumata malik idi. Bu həqiqətən belədir. Amma Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətimizin ən görkəmli şəxsiyyətlərindən biri əslən Xızılıdır. Bu barədə maraqlı sənədlər də var. Məhəmməd Əmin Rəsulzadənin atasının babası Hacı Molla və onun oğlu Rəsul Əmin də Xızıda dünyaya gəlmişdilər. Sonradan isə Rəsul Əminin oğlu Ələkbər Bakıya, Novxanlıya köçür və onun ailəsində dünyaya gələn uşağı Məhəmməd Əmin deyə adlandırırlar. Həm babasının adı, həm də yaxın dostunun şərəfinə onu belə adlandırırlar. Məhəmməd Əmin Rəsulzadə Novxanıda dünyaya gəlsə də o əslən Xızılıdır. Bu torpağın evladıdır. Zaman gələcək, keçəcək və o Azərbaycanın ən məşhur şəxsiyyətlərinə, adı hörmətlə çəkilən şəxsiyyətinə çevriləcək.